Vüqar, hər hansı ədədlə toplandıqda onu dəyişməyən rəqəm hansıdır? 0. Düzdür, Səyid. Benilüks ittifaqının adında neçə dövlətin adı ifadə olunur? 3. Düzdür, Vüqar. Bank. Müsibət-i Fəxrəddin əsərində Səadət kimin qızıdır? Pas. Rüstəm bəyin, Səyid. Proletariatın beynəlxalq himni necə adlanır? Beynəlmiləl. Düzdür, Vüqar. Bank. Qədim Azərbaycanda yaşamış mövlalar hansı dinə sitayiş edirdilər? İslam dini. Düzdür, Səyid. Bank. Hollywood grim ustası Faktorun adı nədir? Pas. Max. Vüqar. Külmə hansı su canlısının növüdür? Balıq. Düzdür, Səyid. Bank. Novorossiysk limanı hansı dənizin sahilindədir? Qaradəniz. Düzdür, Vüqar. Bank. Modulator sözünün qısaldılmış adı nədir? Modülasyon. Düz elmadım. Səyid. Vitis hansı Rus etnografının gəmisi olub? Pas. Mikluka Maklayan, Vüqar. İordaniya krallığının ən uzun sərhədi hansı dövlətlədir? İsrail. Düzdür, Səudiyyə Ərəbistanı ilə. Səyid. Türklər üfüqün hansı cəhətinə doğu deyirlər? Şərqə. Düzdür, Vüqar. Bank. Baharın 17 anı filmində Rus radisti olan qadının adı nədir? Ket. Düzdür, Səyid. Bank. Jack London'un Alyaskadan bəhs edən hekayələri birlikdə necə adlanır? Pas. Vaxtlıqdır düzgün cavab Şimal hekayələri. Və siz buranızda banka 200 manat qoya bildiniz. Biz bu məbləği 2-yə vurub əvvəlki raundların uduşlarına əlavə edirik. Bu o deməkdir ki, bugünkü uduş fondu 2125 manatdır. Sizdən biriniz bu pulları aparacaq. İndi siz bir-birinizə qarşı oynayacaqsınız. Mən sizə 500 sual verəcəm. Düzgün cavablarının sayıda açıq olan oyuncu qalib gələcək. 500 sualdan sonra hesab heç olarsa, biz qalibi müəyyənləşdirənə qədər oyunu davam edəcəyik. Beləliklə siz Səyid və siz Vüqar zəif bənd oyununa davam edirik. Vüqar, keçən raundun güclü bəndi sizsiz. Qaydalara görə kimin birinci cavab verəcəyini siz müəyyən edirsiniz. Səyid cavab ver.